Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Biz bugün 5-ci sinif mövzusu olan otacağı düzbucaqlı üçbucaq olan düz prizmanın tam sətli mövzusunun izahına baxacağıq. Mövzuya keçməzdən əvvəl belə bir məlumatla xatırlatmaq istəyirdim ki, bu kanalda həm siniflər üzrə mövzuların izahları, həm də orta məktəb dərsliyindəki sualların izahları paylaşılır. Əgər sizlər də bunlardan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın. Keçəyin mövzunun izahına. Otacağı düzbucaqlı üçbucaq olan prizma necə qurulur? Təbii ki, birinci bir düzbucaqlı üçbucaq çəkilir, qeyd olunur. Sonra bu düzbucaqlı üçbucağın təpələrindən belə tillər çəkilir. Və bura 90 dərəcədir. Bu şəkildə bu da oldu bizdə belə. İndi biz bunun açılışına baxmaqda. Buradakı açılışda mən bu üzləri göstərməyə çalışıram. Məsələn, baxın, birinci üzümüz təbii ki, bu üzdür. İkinci üzümüz buradır. Üçüncü üzüm isə ən qarşıda dayanan buradır. Baxın, bu hissəni görürsünüz də, böyük bu buranı. Bu bizim üçüncü üzümüzdür, ən böyük üzümüz olan. Aha. Və bir də təbii ki, oturacaqlarımız var. Oturacaqlarımız düzbucaqlı üçbucaq olmalıdır hökmən. Biri budur. İki dənə eyni oturacaq olacaq. Aha, baxın, biri də budur. Təbii ki, biz burada oturacaqların katetləri lazımdır bizə. Çünki oturacağın sahəsini tapmaq üçün düzbucaqlı üçbucağın sahəsini tapmalıyıq. O da katetləri biz bilirdik ki, 90 dərəcə əmələ gətirən xəttlər nələr idi? Katetlər idi. İndi burada açılışı verilir. Biz bu açılışdan istifadə edərək, məsələn, bizə desək ki, bura A, bura B, məsələn, bura C'dir, bura D'dir. Onda avtomatik bura C olmalıdır. Buraların hər biri D olmalıdır. Hər biri D. Onda, məsələn, mən sahəni tapmaq istəsəm, təbii ki, burada A olmalıdır, burada B. Tam sətlin sahəsini tapmaq üçün, baxın, bu ən birinci bu qarşıdakı düzbucaqlının sahəsini tapmalıyam. Nə olur bu? C vur D. Üstünə gəlməliyəm. Sonra bax, buradakı bu üzü, yəni D vur A. Bir də üstə gəlsin D vur B. Burada qayda nədir? Bunları yazmayın, mən deyəcəm. D vur C-də yazdıq. D vur A, D vur C dedik. D vur A, bir də D vur B də var. Təbii ki, D vur B. Bir də üstə gəlinsin A vur B böl 2. Yəni bu şəkildə olacaq. Niyə belə olur? İndi baxaq uşaqlar. Burada bu D, bu bütün hər birində eynidir. Bu məsafələr eyni olduğuna görə. Burada baxın, bu düzbucaqlar ya. Məsələn, mən baxın, burada açılışda göstərilib də. Mən bura bir hər hansı bir A desəm, ya da D dedim də, buralar D'dir. Elə deyilmi? Bu D açılışda hara olur? Burada D olur. Burada D olur. Burada D olur. Burada D olur. Məsələn, bura A'dır. Elə deyim, məsələn, deyim ki, bura A, bura B. Baxın, A olan hissə həm buradır. Həm buradır A olan hissə. Bu üçbucağı kənarda çəkilib də. Bura C'dir. Burada C olmalıdır. Bura A, bura B. Həmçinin burada B'dir. Bura C, bura A, burada B. İndi biz sahəni tapmazsa, həmən bu D-ni həm B-yə vurmalıyam. Həmən bu D-ni həm C-yə vurmalıyam. Həmən bu D-ni həm də A-ya vurmalıyam. Ona görə biz bunu belə yadda saxlaya bilərik ki, bizə verilən ixtiyari prizmada bu düzbucaqlı üçbucaq əmələ gətirən bu A, B, C var ha. Bunları, bax, bu hündürlük var. Kənardakı bu tilə, tilin hər birinə vurmalıyıq. Hər birinə. Məsələn, mən burada D deyirəmsə, D-ni həm A-ya, həm B-yə, həm C-yə vurmalıyıq. Sonra isə burada A vur B, bu düzbucaq üçbucağın sahəsini tapmaq üçün katetlərin hadisinin yarısını tapmalıyıq. Və onu 2 dəfə yazmalıyıq, çünki 2 dənə oturacağımız var. İndi gəlin, sual işləyək. Baxaq ki, sualı necə həll etməliyik buradan. İndi burada da baxın, izah da verib. Məsələn, bizə verib ki, 3-dür, 4-dür, 3-dür. Buranın da 5 olduğunu deyil. Təbii ki, 5. İndi baxın uşaqlar. Burada, baxın, mənim dediyimi ediblər. Deyir ki, bu 6-nı 5-ə vurublar. Görürsünüz? Məsələn, 6 vur 4, 24. 6 vur 5, 30. 6 vur 8, 18. Sonra nə ediblər? Bunları
4'ü 3'e vurup 2'ye bölüblər 6. Sonra yeniden 4'ü 3'e vurup 2'ye bölüblər 6. Yani bu şekilde olmalıdır. Şimdi gelin bir tane sualı ben işleyeceğim. Yeni sözlüğü göreceğiz. Burada misal nömrə 1'in A variantına baxırıq. Şəkli hiç çəkməyə ehtiyac yoxdur. Hətta sizə burada da göstərə Baxın, burada. Baxın, buralar 7'dir. 7, 7. Burada 7'dir, burada 7'dir. Bura 10'dur. Bura 10'dur. Avtomatik burada 10 olmalıdır. Sonra bura 6'dır. Bura 8'dir. Baxın, bura 8, bura 6. Bura nə qaldı? Təbii ki, indi bura 8 ise burada 8 olmalıdır. Burada 6 olmalıdır. Biz ne yazmalıyıq? Yazmalıyıq ki, burada 8'dir. S bərabərdir yazıram. Bu 7'ni, bak bu 7'ni neye vurmalıyım? 8'e, 6'ya bir de 10'a. 7 vur 8, üstə gəlsin 7 vur 6, üstə gəlsin 7 vur 10. Sonra bu düz bucaqlı üç bucağa baxıram. Katetləri hansılardır? Bunlar. Üstə gəlinsin 8 vur 6 bölü 2. Üstə gəlinsin yenə də 8 vur 6 bölü 2 şəklini alacaq. Buradan 56, üstə gəlinsin 42, üstə gəlinsin 70, üstə gəlinsin bundan bunu xəsərsin bura 3, bundan bunu bura 3. Üstə gəlinsin 24, üstə gəlinsin 24 olacaq. Biz buradan toplasaq, bu ikisini toplasaq 8, 98, üstə gəl 70, üstə gəlinsin 48 olacaq. 98'den 48'i toplasaq 6, 146, üstə gəlinsin 70, 6, 1, 216. Bu şekilde olmalıdır. Aha, burada biz nəyə əsas tapmalıyıq? Bu düz bucaqlı üç bucağı təşkil edən o katetlər və hipotenuz var idi. Onları bilməmiz lazım. Mesela ikinci üç bucaqda da baxın, bu düz bucaqlı üç bucağını yazıram. Bu düz bucaqlı üç bucaqda A, B, C demişdi. Bu A ile B katetlər idi. C də hipotenuz idi. Mesela mən A neçədir bizdə? 1/5. B neçədir? 2. C neçədir? Hipotenuzumuz 2/5'dir. Bakın bu yan tarafı görürsünüz 3'tür. Yan tarafı D diyelim. D ne oldu? 3. İndi mən bu 3'ü hər birinə vurmalıyam. Qaydamız elə idi. S bərabərdir yazıram. Baxın. 1/5 vurulsun 3. 3, 2 vurulsun 3. 2/5 vurulsun 3. Üstə gəlinsin. Baxın. İndi mən bu düz bucaqlı üç bucağın sahəsini tapmaq üçün katetlərin hasilinin yarısı. Yani 1/5 vur 2 bölü 2. Üstə gəlinsin 1/5 vur 2 bölü 2. Təbii ki, bunlar burada ixtisar gedəcək. Bərabər burada 4/5 üstə gəlinsin 6, üstə gəlsin 7/5, üstə gəl 1/5, üstə gəlsin 1/5. 4/5 ilə 7/5'i toplasaq bu elədi 12. 12 ilə 6'nı toplasam 18. Bu ikisini toplasam 3. 18 üzeri 3 gəldi. Cavabımız elədi 21 şəklini alacaq. Burada da bakın açılışını da qeyd ediblər. Bu şəkildə baxmamız lazım. İndi məsələn ikinci suala baxsaq. İkinci sualda yenə biz bura 3'tür, bura 4, tabii ki burada 3, burada 4, burada 5 olmalı. Buralarda bak 4, 4 olmalı. Yani bir sözlə bizim bu A dediğimiz 3 katetidir. B 4'tür katet olarak. C hipotenuzumuz 5'tir. Bizim bu yan tilimiz ise D. D deyirəm, bura 4'tür. Ne etməlidir biz? Bu D'ni bunların hər birinə vurmalıyam. 4 vur 3, 4 vur 4, 4 vur 5. Üste gəlinsin. Sonra katetlərin hasilinin yarısı katetlər 3 ilə 4'tür. 3 vur 4 bölü 2. Bir dənə də 3 vur 4 bölü 2. Əla. Buradan bunu vuranda 12. Üste gəl 16. Üste gəl 20. Bunlar qısa geçir. Bura 2. Burada 2. 6 üste gəlsin 6. Burada bunları toplasaq 28. Üste gəlsin 20. Üste gəlsin 12. 12 ilə 28'i toplasaq 40. 40'ın üstə də 20 gəlsə cavabımız elədir 60. Sonra gəldik B variantına. B variantında yenə də burada baxın bura 12'dirsə burada 12 olmalıdır. Qarşı üzdə birinə bərabər. Baxın bura 15'dir. Burada 9'dur. Qabaq-qabağa dayananlar. Bax bura 20'dir. Həmçinin bu xəttdə 20'dir. Əla. İndi biz katetlərimiz. Bakın hesabladığınız zaman həmişə birinci katetləri AB işarələmiş onları yazın. Katet 9, diğer katet 12, hipotenuzumuz 15, hündürlüğümüz dediğimiz baba yan tilimiz ise ona D işarələdik
20'dir. Həmən bu D-ni mən bunların hər birinə nə etməliyəm? Vurmalıyam. Bax yazıram. 9 vur 20, 12 vur 20, 15 vur 20. Üstə gəlinsin. Sonra katetlərin hasilinin yarısı. Katetlər nədir? 9 vur 12 bölü 2. Bir də 9 vur 12 bölü 2. Bundan bunu ixtisarı bura 6. Bundan bura 6. İndi bərabər. Bunları vuranda 180. Üstə gəlinsin 240. Üstə gəlinsin 300. Üstə gəlinsin 9 vur 6. Üstə gəlinsin 9 vur 6'ya. İndi biz bunları hesablasaq bu burada. 0, 2, 420. Üstə gəlinsin 300. Üstə gəlinsin 54. Üstə gəlinsin 54. Bunları toplasaq 720. Bunları toplasaq 108'ə. Bərabər 8, 2, 928 şəklini alacaq. Belə, gəldik C-yə. Yenə də C-də eyni qaydalardan. Baxın, əgər bura 5-dirsə, burada 5 olmalıdır. Əgər bura 12-dirsə, burada 12 olmalıdır. Bura 13-dürsə, burada 13 olmalıdır. Baxın, 13. Əgər bura 6-dırsa, bura 6, burada 6 olmalıdır. Ona görə biz nələri qeyd eləməliyik? Birinci katetləri. A katetimiz, C var ya, 6'dır. B katetimiz 12'dir. C hipotenuzumuz 13'tür. Ve hündürlüğümüz, baba bu hündürlüğümüz 6'dır. Bu D'ni her birine vurmalıyıq. 6 vur 6, 6 vur 12, 6 vur 13. Ve üstə gəlsin düzbucaqlı üçbucağın sahəsi. Katetlərin hansı? Katetlərin hansılar idi? A ve B. Yani 6 vur 12 bölü 2 ve bir de 6 vur 12 bölü 2 şeklinde qeyd edilməlidir. Buradan 36, üstə gəlinsin 72, üstə gəlinsin 78. Bundan bunu bura 6, bundan bunu bura 6. 6'nı 6'ya vursam 36 ve bir tane de 36. 1, 2, 3 tane 36 var. Yazabilir ki 3 vurulsun 36. Bunları toplasaq 150. Bu da nədir? 8, 108 üstə gəlinsin 150 şəklində. 108 üstə gəlsin 150. Bu neçədir cavabımız? 8, 5, 258 şəklini alacaq. Keçən növbəti suala. Üçüncü suala baxırıq. Deyir ki, otacağı düzbucaqlı üçbucaq olan düz prizmanın yaşıl yan üzünün sahəsi 48'dir. Aha. Uşaqlar, baxın burada biz burada 4'dürsə, baxın burada 4 olmalıdır. Həmçinin burada 4 olmalı. İndi biz bu yaşıl yan üzü nədir? Bir düzbucaqlıdır. Mən bura bir x desəm, 4 vurulsun x bizdə nə olmalıdır? 48 olmalıdır. Hə, buradan x bərabər nə olur? 12. Hə, deməli bura 12'dir. Bura 12, burada 12'dir. Sonra gəldik. Deyir ki, sarı yan üzü 20'dir. İndi baxın. Bura bir məsələn hər hansı bir x desəm, x vurulsun 4 bərabər 20 olmalı. X bərabər nə olmalıdır? 5. Deməli bura 5'dir. Onda burada 5 olacaq. Deyir ki, bu qarşıda dayanan, baxın bu qarşı üzümüz var ha bizim. Baxın bu üzümüz isə yaşıldan 4 cm böyükdür. Yaşıl nə idi? 48. 48'dən 4 cm olur? 52. Onda mən 4 vurulsun hər hansı məsələn bu y yazsam, y bərabər nə olmalıdır? 52. O da nə oldu? Y bərabərdir 13. Hə, deməli bura 13'dür. Biz ölçüləri tapdıq. Bura 13. Həmçinin burada 13 olacaq. Ölçüləri tapdıq. Gəlin katetlər yazağın. Katetlərimiz A 5, B 12'dir. Hipotenuzumuz 13'dür. D isə 4'dür. Nə demişdik? D-ni bunların hər birinə vururuq birinci. 4 vur 5, 4 vur 12, 4 vur 13. Sonra üstə gəlinsin. Katetlərin hasilinin yarısı. Yəni 5 vur 12 bölü 2. Üstə gəlsin 5 vur 12 bölü 2. Bu şəkildə olmalıdır. Bərabər 40. Üstə gəlinsin 48. Üstə gəlinsin 52. Üstə gəlinsin. Bununla bu getdi. Bura elədi 6. Bununla bu getdi. Bura 6. Yəni 30 üstə gəlinsin 30. Bunları toplasam 60. Bunları toplasam 100. Baxın 40 ilə 100'ü toplasam 140. 140'ın 60 gəlsən nə elədi? 200. Deməli bunun sahəsi nə qədər imiş? 200 kvadrat metr imiş. Bu şəkildə baxmamız lazım. Gəldi sonra dördüncü suala.
Şəkildə əl arabası üçün düz prizma formasında keçidin ölçüləri verilmişdir. Bu keçidin 1 kvadrat metr sahəsini rəngləmək üçün 100 mililitr boya lazımdır bu fiqurun üçün üzlərini rəngləmək üçün ən azı nə qədər boya lazımdır? Təbii ki, biz burada ölçüləri bilməliyik. Ölçülərimiz, bax, katetləri yazıram. A 0,9, B 0,4, C hipotenuzumuz, baxın, 4,1'dir. 4,1 və bir də D. D nə qədərdir? 3'dür uşaqlar. S bərabərdir. 3 vurulsun 0,9, üstə gəlinsin 4 vurulsun 3, üstə gəlinsin 3 vurulsun 4,1 və bir də üstə gəlinsin 4 vur 0,9 bölü 2, üstə gəlinsin 4 vur 0,9 bölü 2'yə. Buradan bərabərdir. Bu elədi 2,7. Üstə gəlinsin 12. Üstə gəlinsin. Bu elədi 12,3. Üstə gəlsin. Bunları qısa eləsə, bununla səhv elədik. Bununla bunu qısa, bura 2. 1,8. Yəni də 1,8. Bununla bunu toplasaq, bura 15. Bununla bunu toplasaq 3,6. Bunları toplasaq, baxın, 12. Üstə gəl 15. Üstə gəlsin 3,6. Bura 27 üstə gəlsin 3,6'ya bərabərdir 30,6. Bizim ümumi sahəmiz oldu 30,6. Deyir ki, 1 kvadrat metrə 100 mililitr istifadə olunursa, 30,6'ya isə necə olar? Vurarıq bunu 100'ə. Bu da elə 3060 mililitr nə lazımdır? Boya lazımdır. Mövzumuz bu şəkildə. Ümid edirəm ki, video sizin üçün faydalı olar. Videonu bəyənib kanala abunə olmağı unutmayın uşaqlar. Sağ olun.